fəndə, yəni biologiya fənnində yüksək bal toplamaq üçün sizcə əsas vacib olan nüans nədir? Əsas vacib olan biologiya üçün deyim ki, yəni biologiyanı mən hər dəfə deyirəm, o müəllimlərə də deyirəm, müəllim olmaq istəyən müdavimlərimizə də deyirəm, bəli, sertifikasiya imtahanına hazırlaşanlara da, həmçinin şagirdlərə də. Bir var ki, Alman dilində sizə bir bənd şeir öyrətməyə çalışaq. Bir də var ki, Azərbaycan dilində. Hansını daha tez öyrənərsiniz və uzun müddətli yaddaş olar? Təbii ki, Azərbaycan dilində. Biologiyada belədir. Yəni, əgər onu başa düşüb, təbii ki, əzbərçilik qaçılmazdır biologiyada, bu var. Amma başa düşüb əzbərləyirsənsə, bunu daha uzun müddət yaddaş qalırsan da və yaxud da ki, səbəb-nəticə yönümlü testləri həll eləmək imkanı olur. Yox, əgər sadəcə əzbərə dayalıdırsa və başa düşmədən əzbərlənibsə, bu artıq o qədər də effekt vermir, müəyyən müddətdən sonra yaddan çıxır. Bayaq MİQ və sertifikasiya imtahanlarına bağlı qeyd elədiniz ki, müəllimlərin yetişdirilməsində də sizin ayrıca bir rolunuz, mövqeyiniz var.